أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. سبح لله ما في السماوات والأرض وهو العزيز الحكيم. له ملك السماوات والأرض يحيي ويميت وهو على كل شيء قدير. هو الأول والآخر والظاهر والباطن وهو بكل شيء عليم. هو الأول والآخر والظاهر والباطن وهو بكل شيء عليم. هو الذي خلق السماوات والأرض في 6 أيام هو الذي خلق السماوات والأرض في 6 أيام ثم استوى على العرش يعلم ما يلج في الأرض وما يخرج منها وما ينزل من السماء وما يعرج فيها وهو معكم أينما كنتم والله بما تعملون بصير. له ملك السماوات والأرض وإلى الله ترجع الأمور. يولج الليل في النهار ويولج النهار في الليل وهو عليم بذات الصدور. يولج الليل في النهار
النهار ويولج النهار في الليل وهو عليم بذات الصدور صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات اللهم صل على محمد وآل محمد إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم Ya Allah, Ya Allah, Peygamber oğlu Peygamber'e salavat edək. Allahümme salli ala Muhammed ve aleyh. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimizin acil şifa tahmalarına salavat edək. Allahümme salli ala Muhammed ve aleyh. Haqqı boynumuzda olan ata, ana, ustad, müəllimlər, bivaris, bədvaris olmayaq, ruhları haqqında salavat edək. Din uğrunda, vətən uğrunda, başda Kərbəla şəhidləri olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad edək. Zamanə imamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamız üçün salavat edək. Məclisimizin daha nurani, daha münəvvər olmasından ötürü və xüsusilə qəlbimizdə olan hacət və mətləblərin rəva olmasından ötürü salavat edək. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر فما بدلوا تبديلا صدق الله العلي العظيم. Peyğəmbər alı Peyğəmbərə salavat edək.
Allah'ımıza bir daha sonsuz həmdlər, sənalar olsun ki, yenidən bizə bu əzəmətli, bu şərəfli, bu fəzilətli məclisdə iştirak etməyi, danışmağı, qulaq asmağı, sinə vurmağı, facirə etməyi bizlərə nəsib etmiş. İnanın, biz bunun şükrünü Rəbbimizə nə qədər istəsək qaytaraq, haqqını əda edə bilmərik. Yalnız acizanə Rəbbimiz bizə verdiyin bu nemətin şükründən acizik deyə səmimi etirafımızla bəlkə öz həqiqətini təsdiq etmiş olarıq. Həmd olsun, artıq 3-cü gecəmizdir ki, Əhl-i Beyt əleyhimussalamların adına məclisə toplaşmışıq. Məclisin qaydasını həmd olsun, bilirsiniz, amma bəzən aramıza hər gün, günü-gündən istər ana bacılarımız, istər qardaşlarımız, əzizlərimiz tərəfindən yeni qatılanlar olur, gələnlər olur. Ona görə bir kiçik xatırlatma edib söhbətimizə davam edirik. O da bundan ibarətdir ki, təqribən bizim tədbirimiz 2 saat çəkir. Bu 2 saat ərzində çalışağın, Allah səni dünyadan ayırıb gətirib burada bir özvə qaydasan, ruhun dirçəlsin və mənəviyyata qərq olasan, burada oturduğun halda özü təzədən o tərəfə aparma. Allah səni o tərəfdən bura gətirib ki, biraz dərin düşünəsən, təfəkkür eləyəsən. Ona görə bu içərdə olanlar, gözüm gördüyü siz əzizlər danışmırsınız. Amma o ki, indi sıxlıqla əlaqədar məscidin içərisinə daxil ola bilməyiblər, istər ana bacılarımız tərəfindən, istər bəylər, qardaşlarımız tərəfindən, kimlər ki, ayaq üstədir, görmür, belə deyək də, göz taması yaranmır, da orada elə yanında oturandan danışmasın. Bu qulaq asmaq fayda. Burada əgər danışılanlara qulaq assan, fayda aparacaqsan. Yox, elə oturduğun yerdə də danışastansa, elə oradan, buradan danışdıqları, onda sənin bu məclisinlə elə evdə, küçədə, məhəllədə oturub danışmağın, oturmağın faydası olmayacaq. Amma bu məclisdə əzəmət və mahiyyət əhəmiyyətini dərk edərək son dərəcə diqqətli olaq. Mən əminəm ki, inşallah bura gələnlər məclisin adabına riayət edənlərdir, diqqət göstərənlərdir. İnşallah adətimiz üzrə məclis sahibi zəmanə imamına, zəmanə imamımıza təvəssül eləyək, çünki sahibi əza odur. Aramızda əgər atası, anası dünyasını dəyişənlərin varsa, onlar bilər. Görsən, ata dünyasını dəyişəndə, oğul dayanar, qapı ağzında gələnlər ona başsağlığı verər. Biz bu günləri zəmanə imamımızın cəddi Hüseyin ibn Əlinin məclisinə gəlmişik. Biz ona başsağlığı verməyə gəlmişik. Odur ki, Həzrətə təvəssül eləyək və fərəz duasını oxuyaq və ardıca İmam Hüseyin əleyhissalama və yar-ı ənsarına əhdimizi təzəliyək və buradan elə Kərbəla səmtinə olduğumuz yerdə bir salam verək, söhbətimizə davam edək. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel Hacet ibnil Hasan salavatuke aleyhi ve ala وفي كل ساعة
وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك ترى وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا أبا عبد الله الحسين يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله لنا عند الله يا وجيها السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين صلوات سجدوا. وَعَجِّلْ فَرَجَهُمْ. Allah etdiyimiz duaları, qıldığımız namazları, bu günlərdə tutduğumuz orucları Uca Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün hacət və mətləbləri, duaları bizdən qəbul eləsin. Allah bu Muharrəmi, ömrümüzün axırıncı Muharrəmi qərar verməsin. Allah bu məclislərin savabından zamanında o çətin günlərdə İmam Hüseyn əleyhissalamı və yar-ı ənsarını anıb o təkkələr, evlər, Hüseyniyələrdə ki, qoruyub, saxlayıb bu günümüzə gətirib ki, veriblər. Allah bu məclisin savablarından onların da ruhuna pay ayırsın inşallah. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizin ata-analarına, onların doğmalarına, ailələrinə səbir versin inşallah. Aramızda qazilərimiz var. Allah onlara acil şifa mərhəmət eləsin. Vətənimizin keşiyində, qulluğunda duran cavan qardaşlarımızı, balalarımızı, əskərlərimizi ağla gələr, gəlməz xəta bəlalardan, xüsusi mənfur düşmənimiz olan vandal ermənilərin şərrindən, məkrindən amanda saxlasın inşallah. Möhtərəm cəmaatımız, bugün sizinlə Quran-ı Kərimin Əhzab surəsinin 23-cü ayəsinin barəsində danışacaq və hər gün Kərbəladan bu günümüzə bir mesaj olaraq, günümüzə oradan bir nəticə çıxaraq bir məsələyə toxunuruq və ayəni qısaca oxuyacam. Ayədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Minəl mu'mininə ricalun sadaqu ma ahədullah
möminlər arasında, Allaha inanan insanlar arasında elə kişilər var ki, Allaha verdiyi sözlərə sadiqdilər, Allaha verdiyi sözü tutarlar. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهِ Kimlər olur, onların içərisindən bəziləri bu əhdə sadiq olub, dünyalarını da əhdə sadiq olaraq dəyişib. وَمِنْهُمْ مَنْ يَنْتَزِرِ Amma onların içərisində bəziləri də var, verdikləri əhdi vaxtı gözləyirlər. Hələ onlar sağdır. وَمَا بَدَّلُوا تَبْدِيلًا Onların fikrində, düşüncəsində əsla bir dəyişiklik baş verməz. Bugün sizinlə biz o əhdə sadiq olanlardan, əhdlərinə sadiq olanlardan iki İmam Hüseyn əleyhissalamın ən yaşlı dostundan və fədakarlıq göstərən səhabə barəsində Peyğəmbər sallavatullahın səhabəsi Əmirül Müminin Əli əleyhissalamın da iki dostu barəsində danışacaq. Bir, Həbib ibn Məzahir, Muzahir də deyirlər, Həbib ibn Məzahir və bir də Müslim ibn Ovsəcə. Allah insana bərəkətli ömür verəndə verir. Həbib ibn Məzahirin 75 yaşı var idi. Müslim ibn Ovsəcənin də 70 yaşı var idi. Bir sözlə, tarix boyunca haqq yolunda yolçular öz canlarından böyük ideyaların uğrunda öz canlarını fəda etmişlər. Kərbəla çölündə biz bunun bariz nümunəsini görürük. Amma mən bu məsələyə toxunmazdan öncə bu Vəfa məktəbi bu mənada ki, ayədə ki deyir, verdikləri sözləri əhdi tutarlar, bu təhcə ilə Kərbəlada qalmadı. İmam Hüseyn əleyhissalam şəhadət məktəbinin özülünü qoyan idi, bünövrəsini qoyan idi, təməlini qoyan idi və bu şəhid sözü də İslam termini olaraq məhz elə tarixdə iki nəfərə Seyyid-ü Şühəda deyilib. Bir, Həmzə Seyyid-ü Şühəda, Peyğəmbər sallavatullahın əmsinə, bir də İmam Hüseyn əleyhissalama deyilib. Deməli, bu təkcə tarixin yaddaşında, hicrətin 61-ci ilində kifayətlənmədi. Tarixdə qalmadı. Bu ruh dövrləri aşaraq, zamanları aşaraq, insanların ruhuna, onun köksünə hoparaq, zamanlar, əsrlər sonra şəhadət eşqi ilə qəlbi dolub daşan insanlar məhz Kərbəla məktəbindən özlərinə dərs alaraq, oradan nəticə çıxararaq, din və xalq, millət, torpaq uğrunda ən əziz neymət olan can neymətindən keçməyə qədər fədakarcasına hazır olan insanlar oldu. Və məhz bu günləri bildiyimiz kimi Allah cümlə şəhidlərimizə rəhmət eləsin, Allah onların ruhlarını şad eləsin, bizim aramızda şəhid valideynləri, şəhid qardaşları, şəhid ailələri var, doğmaları var və əminəm ki, bizi izləyən yüzlər, minlər, 10 minlər içərisində elə şəhidlərimizin ailələrindən, doğmalarından da var. Allah onların ruhlarını şad eləsin, məkanlarını cənnət eləsin, ağamız İmam Hüseyn əleyhissalama qonaq eləsin. Məhz Kərbəla məktəbindən ruhən qidalanıb, onu ruhunda, öz köksündə fədakarcasına yaşadan şəhidlərimizdən biri Azərbaycanımızın milli qəhrəmanı Mübariz İbrahimovun bugün şəhadət gecəsidir, şəhadət zirvəsinə ucalan bir gecəsidir. Bildiyimiz kimi bu onu bir daha göstərir ki, İmam Hüseyn əleyhissalamın məktəbi yaşayır və fədakar ruhiyyədə olan insanlar hələ də var. Biz bunu aramızda bizim qazi qardaşlarımız var. Mən onların bir neçəsi ilə elə burada
hal-hazırda iştirak eləyirlər. Bəziləri ilə Cəbrayılda, bəziləri ilə Xocavənddə, hətta Tuğ, Tağ kəndlərində bizim burada qazilərimiz iştirak edir. Biz o zaman müharibə gedərkən könüllü qatılmışdıq. Çağırışçı olmasaydıq da, mən qardaşlarımızla, əzizlərimizlə müxtəlif yerlərdə görüşmüşəm. Aramızda hal-hazırda. Onlar da elə qəhrəmanlarımızdır, igidlərimizdir. Bilirsinizmi niyə? Hətta onlara elə canlı şəhidlər də demiş olsaq, yeri var. Çünki orada kimin şəhid, kimin qazi, kimin sağ qalacağı heç kəsə bəlli deyil idi. Bəzən görürsən ki, sən 4 kilometr, 5 kilometr hədəfə daha yaxınsan, sən sağ qalırsan, 5 kilometr səndən sonra olan aralı məsafədə arxada olan şəhadət zirvəsinə ucalır. Bir sözlə, bugün bizim təbii ki, iftixarımız olan bütün əskərlər, bütün şəhidlər bizim iftixarımızdır. Məhz bir gün biz onun adını çəkməkdə məqsədimiz onun şəhadət gecəsi olduğuna görə, yoxsa bütün şəhidlərimiz bizim istər sıravi əskərindən ta generalına dək bizim iftixarlarımızdır. Çünki onlar azadlığın, hürriyyətin simvoluna çevrilmişdilər. Məhz mübariz Ağakərim oğlu İbrahimov, təbii ki, milli qəhrəmanımız, bildiyimiz kimi 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliyabad kəndində dünyaya göz açmışdı. Və məhz bu gecə, iyunun ayının deməli, 18-dən 19-una keçən gecə, məhz bu gecə o tək başına mənfur düşmənimiz olan Vandal erməni bölüyünə, hərbi hissəsinə tək başına daxil olaraq onlardan bir neçəsini, bir çoxunu qətlə yetirərək fədakarcasına şəhadət zirvəsinə ucalmışdı. Məhz o cür fədakar qəhrəmanımız şəhadət zirvəsinə ucalarkən onun 22 yaşı var idi. Baxın, bu bir daha onu göstərir ki, bir insanın, xalqın, millətin, tarixin yaddaşında qalması üçün və yaşaması üçün onun uzun-uzadı ömür sürməsi önəm kəsb eləmir. Ola bilər insan qısa ömür eləsin, amma xalqına, millətinə fayda verici bir şəkildə, səmərəli bir faydalı ömür yaşasın, o daha bərəkətli olar. Və mən çox danışmaq istəmirdim, amma istəyərdim məhz o seyyidimizin, həm də seyyid balası olub da, hamımız bilirik, haqqında çox eşitmişik. Amma bugünkü mövzumuzla da o fədakarlıq, necə İmam Hüseyin əleyhissalam darda olanda 75 yaşında olmasına baxmayaraq, onun dar günündə özlərini çatdırdılar, əhvalatı danışacaq. Məhz qara buludlar vətənimizin, ölkəmizin başını alanda bu cür elə adı mübariz təki mübarizlərimiz, qəhrəmanlarımız məhz öz fədakarcasına canlarını verməklə qəhrəmanlıq əldə etdilər. Və istəyərdim onun qısaca olaraq atasına, anasına yazdığı şeirdə necə mənəviyyat dolu, necə elə Kərbəlaya biz, yadınızdadır da yəqin ki, təbii ki, o şəhid ailələrinin heç zaman yadlarından çıxmaz, amma bir xalq olaraq o paylaşımlarda Allah Muhammed ya Ali ləbbeykə ya Hüseyn deyərək, hətta belə bir şuarlar çıxmışdı, Allah Muhammed ya Ali axı kimdir erməni və s. Buna bənzər bizim igidlərimiz, ərənlərimiz məhz elə bu ruhiyyədə qatılmışdılar. Ona görə bu Hüseyn ibn Əlinin məktəbi elə qeyrətli övladların, vətənpərvər ruhiyyədə yetişənlərin meydanıdır.
mübarizlərin məhz elə bu kimi ruhiyyədə olaraq vətənimizin, xalqımızın dar günündə onun imdadına çatacağı övladların yetişdiyi bir yerdir. Məhz orada belə bir ifadə ilə başlayır. Mən üzr istəyirəm, aramızda əgər şəhid ataları, şəhid anaları, şəhid valideynləri, doğmaları varsa, ona görə üzr istəyirəm ki, bəzi şəhidlərimiz möhlət tapmadı atasına, anasına məktub yaza. Fürsət olmadı. Bəziləri döyüşə 5 saat, 6 saat vuruşub sonra istirahət gedərdilər. Döyüşə gedəndə elə bir kəlmə ola bilsin, əlaqə saxlaya bilmirik, haqqı halal elə deyib sağollaşıblar. Amma bəziləri heç ata ilə, ana ilə heç sağollaşa da bilməyib. Ona görə mən üzr istəyirəm şəhid valideynlərindən. Seyyid Mübarizin atasına, anasına yazdığı məktubda çox qısadır, amma çox dolğun. Çünki o içdən gələn bir sözdür. O ruhunun, o eşqinin təzahürüdür. Yazıb, canım atam və anam, məndən ötürü darıxmayın. Çünki valideyn doğrudan da fədakardır, xüsusilə ana. Məsələn, görürsən, əskərlikdə olanda, qürbətdə olanda, bir yemək yeyəndə o ləziz tamı birinci loxmanı ağzına aparanda deyir, Allah görən balam acdı, toxdu. Birinci onu düşünür, onun halını fikirləşir. Deyir, canım atam və anam, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşərik. Artıq bunun etiqadından xəbər verir ki, şəhid olan cənnətə gedər. Deyir, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sakitlik tapar bunu etməklə. Mən şəhid olsam ağlamayın. Sanki öncədən şəhid olacağını insan bilir. Atam, anam, mən şəhid olsam ağlamayın. Əksinə fəxr edin. Çünki mənim üçün bundan şərəfli yol yoxdur. Haqqınızı mənə halal edin. Oğlunuz Seyyid Mübariz. Ruhuna səlavat çəkirək. Bəli, bizim büsbütün adını çəkmədiyimiz bütün şəhidlərimiz elə o fədakarlığı ediblər, o igidliyi. Bəzilərinə ola bilər milli qəhrəman adı verilsin, bəzisinə verilməsin. Onlar elə hamısı qəhrəmandır. Onlar hamısı qəhrəmandır. Çünki həyatda insanın canından əziz bir şey yoxdur. Onlar hamısı canını fəda verib. Ona görə onları əsla unutmaq olmaz. Bugün bizim burada rahat oturmağımızın, bu söhbətləri danışmağımızın, qulaq asmağımızın hamısında onların qatqısı var, onların payı var. Ona görə harda olsaq onları yad eləyək, onları xatırlayaq. Möhtərəm cəmaatımız bugün iki qoca, amma çox İmam Hüseynə məhəbbəti olan vəfalı dostun hadisəsi. Mən bunu hər il oxuyuram, biraz sürətlə oxuyacam və sürətlə bunları deyəcəm, keçəcəm ki, əziz qardaşım davam eləsin. Bugün Kərbəladan bizə olan mesaj budur ki, insan dostunun dar günündə onu tək qoymamalıdır. Kərbəladan bugün aldığımız və danışdığımız söhbətimizin mövzusu budur. Dostu çətinə düşəndə, dara düşəndə gərək onu tək qoymasın. Məhz o hadisədən biri Həbib ilə Müslim ibn Ovsəcə. Allah gör necə bərəkətli ömür verib, ömrün sonunda gör necə şərafət tapıb. Baxdı ayiniyə, Peyğəmbərin əshabı Həbib, ağarıb gördü məhasin, əcəlin tiri qərib. Əvvəllər
yaşlılar həna qoyardı. İndi dəyişib biraz. Cavanlar yaşlıdan çox həna qoyur üzünə. İndi məsələdir, tam mövzu oradan keçirəm. Deyir bir gün Həbibi ibn Məzahir yaşlanmışdı. 75 yaşı var idi. Güzgüyə, aynaya baxır. Görür ki, saçı saqqalı ağarıb. Xoş olsun o şəxsin halına ki, onun saçı saqqalı Allah yolunda ağara, imam qapısında ağara. Bu bir şərafətdir, fəzilətdir. Deyir, gəldi bazara, həna aldı, baxıb diqqət ilən, doludur əsləhə bazarı görüb millət ilən. Mən biraz çox izah eləməyəcəm, diqqətlə qulaq asın, çox şirin yazıb Mün'im Ərdəbili, Allah rəhmət eləsin. Deyir, gəldi bazara, istədi həna alsın. O yaşlı insan biraz istəyir özünü cavan göstərsin də. Bəzən birinə baba deyəndə görsən narahat olur. Əmi deyəndə məsələn də deyir, hələ qocalmamışam. Bəzən insan qocalığı ilə barışmır. İstəmir. Əzizim, barışsan da barışmasan da, qocalıq gələndə gəlir də. Barışmaqla deyir ki. Deyir, gördü ki, hamı qılınc alır, nizə alır, xəncər alır. Gəldi qardaşlığı Müslüm, pozulan halət ilə, yenə aya bu nə dəvadır, Həbib aldı xəbər. Müslüm ibn Ovsəcə ilə qarşılaşdı, deyir, nə xəbərdir? Hamı qılınc alır, nizə alır, xəncər alır, qalxan alır. Dedi, Müslüm, nə yatıbsan, xəbərin yoxdur məgər? Müslüm Həbbə deyir ki, xəbərdən xəbərin yoxdur. Kərbəla dəşti sərasər doludur ləşkər ilən. Ordu, ləşkər ordudur da. Deyir ki, Kərbəlada ordu var. Əmrüdür cəng ola bir iddə qəvi kafər ilən. Deyir ki, cəmaata yayıblar ki, orada dindən çıxmışlar, Peyğəmbərin üzünə ağ olanlar, cəmaata İmam Hüseyni kafir kimi təqdim eləyiblər. Hələ cəmaat bilmir ki, kimlə davaya gedir. Hamı qılınc alır, gedir imamla davaya ki, bu kafirdir. Müslim Həbibə deyir, cəmaata belə deyiblər. Həbib Müslimdən soruşur, kimdir kafir? Dedi, nəvadeyi Peyğəmbər ilə, Peyğəmbərin balası nəvəsin, cəmaata kafir kimi elan eləyiblər. Cəngidir əsrin imamı ilə, Əli Əkbər ilə. Eşidib çaldı hənanı yerə vurdu başına. Əlində həna almışdı ki, gedə saqqalına həna qoya. Deyir, hənanı vurdu yerə. Eşidib çaldı hənanı yerə vurdu başına. Verdi rüxsət o gözündən tökülən göz yaşına. Dedi, ey süfleyi ömrüm, dəxi səndən doyaram. Özü-özünə dedi ki, bu ömür ki, ta 75 il yaşamısan da, Həbib. Qoymaram bir də həna, cami, eşin soyaram. Qasimin toy günü damad hənasını qoyaram. Eşitmişdi ki, İmam Həsənin o Qasım adında, inşallah sabah elə Qasım gecəsidir, sabahdan ta bir gecə ilə başlayacaq Qasım, Əli Əkbər və s. Eşitmişdi ki, İmam Hüseynin o Fatimə-i Suğra adında bir qızı İmam Həsənin oğlu ilə deyiklidir. El arasında əvvəllər olurdu da, cəmaat yaşlılar bilər. Öz-özünə dedi ki, Həbib, bəsdir bu qədər. Hənanı vurdu yerə, dedi ki, sağ qalsın, Qasimin toy günü həna, qardaş oğludur, İmam Həsənə qardaş deyərdi. Qardaşımın balasının toyunda saqqalıma həna qoyaram. Ağaran saqqalımı qırmızı rəngə boyaram. Dedi, bəsdir dəxi, bu ömrə səlam olsun. Hüseyn, məndən sonra dünya haram olsun. Mənə səndən sonra dünya haram olsun. Hüseyn, elə təsqir elədi qəlbin evi şur. İmam, aləmin abu təamın özünə bildi haram. Fikri qalıb İmam Hüseynin yanında ki, Allah görən o 57 yaşında dostdur, yaş fərqi aralarında var. Deyir, gəldi birbaş evə qəmlər bürüyüb verdi səlam. Bazardan evə qayıdır, 75 yaşında kişi, burada 80-a sahman ağsaqqallarımız var, qurban olaram sizin ədəbizə. Nə xoş halınıza ki, bu yaşınızda İmam Hüseynin qapısındasınız.
Bu hər kişiyə nəsib olmur bu yaşda bu qapıda olmaq. Deyir, bazardan qayıtdı, gəldi evə. Evə gələndə zöhr vaxtı idi. Hərəm xadiməsi getdi təam. Allahu iffətli, ismətli xanımları qorusun. Allahu xanım Zəhra timsalı olan ana bacılarımızı qorusun. O iffət ismətdə olmayanları da Allah bu günlərin xatirinə hidayət eləsin. O iffətli, ismətli xanımlar cərgəsində olsunlar inşallah. Deyir, Həbibin bir yaşlı xanım idi, çox iffətli idi. Günorta vaxtı idi, gətirir süfrə açdı. Var idi bir xanımın mədəni imani ədəb. Vird zikri deyərdi gecələr ya Zeynəb. Deyir, gecə yatanda elə ya Zeynəb deyib yatardı. Zeynəbin aşığı idi. Əyləşib süfrə kənarında o banuyi kiram istədi meyl eləsin həlqi bəndində oldu təam. Deyir, istədi meyl eləsin həlqidə bənd oldu təam. Gətirib xanımı süfrəyə duz çörək qoyub. Həbib istəyir, hələ xanımına deməyib nə baş verir. Deyir, istədi bir loxma tikə götürüb ağzına qoya. Boğazında bənd oldu, qaldı. Nə uda bilir? Yəqin o başına gələn hadisə bilər o. Bəzən Allah heç kimə vaxtsız ölüm göstərməsin. Görsən o qəfil ölüm xəbəri alanda bu su şəffafdır. Udmaq. Boğazında bənd olur, qalır. Suyu qurtumun uda bilmirsən. İstədi meyl eləsin, həlqidə bənd oldu təam. Dedi, əlan gələcək bizim üçün bir peyğam. Namədir, ya ki böyük şəxsidir firdevs-i məqam. Xanım dedi ki, açı, bazara getmişdin, hana alasan. Belə narahat gəlmisən, hana da almamısan. İstəmir hələ söhbəti aça. Dedi, bilmirəm, ürəyim sıxıldı, amma onu bilirəm ki, bizə indi bir məktub gələcək. İmamın o köməksiz vaxtları idi. Məzlum imam, 57 yaşında imam, təsəvvür edin 18.000 küfəli məktub yazıb ki, gəl səndən üç. Amma bir nəfər onların içindən məktub yazanlardan heç biri imamın yanında deyir. İmam elə hey baxır xeymədən ki, bəlkə o məktub yazanlardan biri gələr. 18.000 namə yazmışdılar, 18.000. Amma xanımına dedi ki, bilmirəm, nəsə ürəyim sıxılır. Amma elə bilirəm, bizə bir xəbər gələcək. Qapı səsləndi, bila fasilə tez getdi Həbib, dayanıb gördü dəmi dərbidə bir mərdi qərib. Qapı döyülən kimi 75 yaşında o yaşlı İmam Hüseyin aşığı yerindən qalxır, qapıya gedir. Qapını açanda görür, qapının arxasında bir qərib bir kişi, tanımadığı bir adam dayanır. Verdi bir namə, Həbib açdı, öpüb, əsdi əli. Açdı, gördü, yazısı qırmızıdır, xətti cəli. Axirin sətrə vurub, möhrü Hüseyin ibn Ali. Gördü ki, bu dostu, qardaşı Hüseyndən bir məktub gəlib. İmzası, möhrü imamındır. Belə sözlər yazılıb, dövrəmi düşmən alıb, dərd-ü qəmim çoxdur Həbib. Gəl gilən kərb-i bəlaya köməyim yoxdur Həbib. Tez gəl ey hafız-ı Qur'an, gülü gülzar Hüseyin, sənsən ey pir-ü vəzir, dərbar Hüseyin. Dedi ki, Həbibim, köməyim yox, köməksizəm. Sən mənim qapımın ağzında dəfn olarsan. Məni bir dəfə öpər ağlayar əzadar Hüseyin, 2 dəfə öpəcək qəbrüvü zəvvar Hüseyin. Gedənlər görüblər, Allah bu il Ərbəin nəsib eləsin, Kərbəla nəsib eləsin. Ağamızın zirehinə gedəndə də Həbibi ziyarət eləyirsən. Qaydanda da Həbibi ziyarət eləyirsən. Dedi, Həbibim, məni zəvvarım bir dəfə ziyarət eləyər. Amma səni 2 dəfə, həm gedəndə, həm də qaydanda. Həbib bunu oxudu, çox narahat oldu. Deyir, elə ki,
Bunları oxudu, imamın sözləridir, mən bəzilərinin üstündən keçirəm. Sən yatarsan dərbaridə şənun artar. Naməni aldı, xanım öpdü, basıb sinəsinə. Xanımı gördü ki, Həbib bunu oxuyanda əlləri əsir. İmam Hüseynin o xəttini görəndə, onun möhrünü, imzasını görəndə xanımı məktubu aldı, öpdü, sinəsinə bastı. Oldu pərvanə Həbibin dolanıb dövrəsinə. O kəpənək Şamın başına dolanan təki, iffətinə qurban, ədəbinə qurban. Deyir o yaşlı xanım Zeynəb aşiqəsi. Deyir dolandı Həbibin başına. Dedi fikrin nədir aya bu şəhin naməsinə? Dedi bu şahın məktubuna nə cavab verirsən? Fikrin nədir? Haçan aya gedirsən Kərb bəla ölkəsinə? Sözü gizlətdi. Həbib 75 yaşı var da, qoca kişidir. Evində yaşlı atom varsa bilərsən. Allah dünyasını dəyişibsə atuğa rəhmət eləsin. Deyir, sözü gizlətdi. Dedim mən hara, cəng getmək hara, qocalan vaxtda qılınclar dəminə getmək hara. Dedi eyvay sənə, aya bu nə söhbətdir Həbib? Xanımdan istədi sözü gizlədə. Dedi daha mən qocalmışam, qoca kişiyəm. Daha qılınc tuta bilmərəm, savaşa bilmərəm. Mən bu 75 yaşımda hara gedim belə? Xanım çox narahat oldu. Dedi, eyvay sənə aya bu nə söhbətdir Həbib? Kərbəla dəşti deyirlər ki, qiyamətdir Həbib, ölə əkbər. Qalasan sən, bu mürüvvətdir Həbib. Necə sən özünə sıxışdıra bilərsən ki, İmam Hüseynin oğlu Əli Əkbər şəhid ola, sən deyəsən mən qocuyam, getmirəm. Eləmə nüsrət imamə, sənə zəhmətdir Həbib, ver mənə cəng libasım, başıva məcəri sal. Dedi, al mənim bu yaylığımı başıva bağla, amma döyüş libası ver mənə, mən özüm gedərəm. Mən gedib imamə kömək edərəm. Titrədi onda Həbibin bədəni, qeynədi qan, gəldi tez açdı atı, verdi qulamə o zaman. Deyir, elə ki, gəldi, qulamına tapşırdı ki, atı saxla orada. Dedi, get şəhrin kənarında filan yerdə dayan. Müntəzir ol, gəlirəm, mən də dalınca əl-an. Qeydib mənzilə bir halət ilə titrür bədəni. Dedi xanıma, xanımını çağırdı, dedi, gəl indi həlal eylə məni. Dedi, mən istəyirdim görəm imama eşqün, məhəbbətün nə qədərdir. Heç mən razı olaram ki, Hüseynin məndən kömək istəyə. Mən deyəm qocuyam, sürünə də olsa mən özümü imama çatdıracam. Dedi, xanım, gəl məni həlal elə. Bəlkə bu illər boyu sənin qəlbi qırmışam, incitmişəm. Dedi, xatunə gəl indi həlal eylə məni. Ağaran saçlarını sərdi yerə misli qıbar. Yıxılıb çəkmələrinə ayaqlarından öpdü, etdi nisar. Dedi, ey hafızı Qur'an, sənə bir ərzim var. Hafızı kulli Qur'an idi Həbib ibn Məzahir. Bütün Qur'anı əzbər bilərdi. Dedi, sənə bir sözüm var. Bu tək evlərdə qalan, qoyma, özün sən gəl apar. Sən də qocalmısan, mən də. Səndən sonra mən bu boş evi neynirəm? Gedirsən, məni də özünlə apar. Məni burada evdə saxlama günən. Elə bu bəxti qarəni iki dünyada əziz, sən şəhid ol, mən olum Zeynəb-i Ülyaya kəniz. Bir xuda hafiz edib baxdı evə, oldu kənar. Deyir, xanımla ikisi evin qapısını bağladılar, düşdülər yola gedələr imama kömək. Dedi, sən imamın qabağında şəhid olarsan, mənə də Allah nə qədər ömür verib Zeynəb-i Ülyaya kəniz olaram, onun xadiməsi olaram. Deyir, sürətlə gəldi o yerdə ki, dayanmışdı səvar. Gəldi, gördü, qulamı dayanıb, atın əlindən yapışıb. Qulamına dedi ki, səni azad eləyirəm. Çünki bilirdi bu gedişin dönüşü yoxdur. Gedib şəhid olacaq. Dedi, səni azad eləyirəm. Gördü mənzərəni, gətdi Həbibə həyəcan. Deyir, bu qulamı dedi ki, azad edirsən, amma mən istəmirəm gedəm.
Bunun əvəzinə yıxılıb öpdü Həbibin ayağından ağladı qan. Dedi o imamı ki tanırsan, dedi mən də tanıyıram. Dedi sən bilirəm. Gəl məni qovma qapından, ürəkdən yanıram. Dedi məni bu gedirsən, gedə-getdə məni qapından qovma. Qocalan vaxtda düşürsən, niyə çöldən çöləsən? Sözü gizlətmə, yəqinimdir ki, gedirsən, öləsən. Bilirəm şəhid olmağa gedirsən. Onda məni də özünlə apar, səndən qabaq imamın qabağında mən şəhid olum. Mənim başımı sən dizin üstə al, sən də şəhid olanda sənin də başı imam dizin üstə alsın. Baxdı gördü qulamında imama bu eşq, bu mərifət, 3 nəfər, Həbib xanımı, bir də qulamı. Deyir, biraz kənarlaşanda arxadan səs gəldi. Deyir, gördü qardaşlığı Müslüm, bir körpə qundaqları da var idi, övladları da gec, öz körpə balaları da yanlarında, xanımı əllərindən tutub o körpə balanı da özləri ilə gətirir. Həbib deyir, gəldi imamın o aşıqı, qoca aşıqı, o eşqini qəlbində gəzdirən, deyir, gəldi dedi ki, bəs nədən bu körpəni aparırsan? Qoyardın evdə qala, dedi ki, Həbib eşitməmisən, Əli Əsqəri də özü ilə götürüb imam. Bu körpəni də aparıram Əli Əsqər qurbanı. Eşqə bax, kiçik bir qafilədir, amma məhəbbətə bax, imama hörmətə bax. Dedi, qoydum qalalar dövlət ilə, sərvət ilə, ətəgimdən yapışıb ağladılar şiddət ilə. Deyir, dedim ki, qalın bu ev, sərvət sizin. Deyir, ayağımdan ağlaya-ağlaya yapışdılar ki, dedilər, əhli kərəm rədd eləməz mehmanı. Sən gedirsən, bizi də özünlə apar Kərbəla səmtinə. Bizi evdə qoyma, özünlə apar. Əl-qissə, əl-qərəz, möhtərəm əzizlərim. O zamandır ki, o vaxt idi ki, istəyirəm biraz gələm, keçirəm üstündən. O an idi, bu gecə o gecədir ki, İmam Hüseyin əleyhissalam Kərbəlaya çatıb. Bu gecə Fəratın kənarında yerləşiblər. Oğul atanın xiffətini çəkər. Deyir, Əli Əkbər əleyhissalam, hey İmam Hüseyinlə o təllin sağ tərəfində Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəz dayanıb. Solunda Əli Əkbər, bu hələ bir vaxtlar idi, sağ idilər. Amma imamın bir vaxtı oldu ki, nə sağında, nə solunda dayananı yox idi. O zaman idi ki, təbil səsləri gəlirdi, təllin üstündə dayanıb Kərbəla Sultanı. Sağında qaməti uca Abbas-ı Dilavər dayanıb, dalda əshabı, solunda Əli Əkbər dayanıb. Döndü birdən Əli Əkbər dedi, bax ya əbəta, neçə min nəhri Fırat üstə qoşun gəldi. Ata, heç köməyimiz yox, bizə ey padişahı Kərbəla. Atacan, onların dəstə-dəstə köməyi gəlir, heç bizə köməyi gələn yoxdur axı. İmam balalarına demişdi ki, 18 min nəfər bizim yolumuzu gözləyir. Deyir, ata, bəs onlar hardadır? Bəs məktub yazanlar, səni qonaq çağıranlar hardadır? Dəstə-bədəstə onların köməyinə gəlirlər, amma heç bizim köməyimiz yox. Neçə min nəhri Fırat üstə qoşun gəldi. Ata, heç kömək yox bizə, ey padişahı Kərbəla. Dedi Həzrət Əli, dön bax, köməkim gəldi bala. Deyir, dolanıb baxdılar, bir mənzərə qəm görsəndi. Bir kiçik qafilə, bir qaməti xəm görsəndi. Qəddi xəm, saqqalı ağ, surəti ağ nurani, belə şəmşiri həmail eləyib Qur'anı. Deyir, qoca 75 yaşında bir kişi, qılıncı elə bağrına basıb. Kör ola bu çəşmi fələk gördü belə mənzərəni. Deyir, elə bağrına basıb, onlar gizli yollarla gəldilər, qoşunla mani olurdular Küfəl. Küfədən cəmi cümlətani 18 minin içərisindən 2 nəfər imama köməyə gəldi. Onun birinin 75 yaşı, birinin də 70 yaşı var idi. Deyir, imam bunları görəndə
Belə şəmşiri həmayil eləyib Qur'anı, şahə bax, ləşkərə bax, məhv ola bu dünyanı. Deyir, verdi təkbir ucadan Kərbəla sultanı. İmam Hüseyin əleyhissalam dedi, oğlum ucadan Allahu Əkbər deyin. Hamı ucadan bu Həbibin, Müslimin 5 nəfərdən ibarət gəlişinə ucadan təkbir dedilər. Dedi, pişivaz eylə. Gəldi Həbibim gəldi. Munisi cəddi min əshabı təbibim gəldi. Həbibi görəndə sevindi. Dedi, oğlum gördün bizim də köməyimiz gəldi. Həbibim köməyimə gəlib. Gün bətən vaxtı idi, görsəndə at üstündə o mah. Gördü 17 cavan ilə gəlir şahənşah. Atın üstündən özünü vurdu yerə o dəm. Deyir, imama yaxınlaşanda o 75 yaşında ağsaqqal nurani qoca kişi atdan düşdü yerə. Düşcəyin sinəsi üstündə süründü nagah. Deyir, sürünə-sürünə imama doğru gəlir. İmam əlindən yapışır, qaldırır. Deyir, Həbibim, niyə belə eləyirsən? Deyir, seyyidim, imamım, rəsmidir, şah gələndə kəsilər qurbanı. Mən qurban gəlmişəm sənə. Rəsmidir, şah gələndə kəsilər qurbanı. Yıxdı qurban tək özünü, Kərbəla dərbanı. Deyir, elə ki, imam bunu gördü, bağrına bastı. Son sözlərimdir, son yerlərinə toxunam, işarət edəm, sözümü qardaşıma təhvil verəm. Deyir, elə ki, təkbir uzalanda xanım Zeynəb salamullahi əleyha, o qəhrəman-ı Kərbəla, o müsibətlər anası elə bildi ki, o namərdlər xeymələrə hücum eləyir. Deyir, o balaca balalara dedi, balalarım gəlin mənim ətrafıma. Ətrafına yığdı ki, onlara bir ziyan getirməsin. Əli Əkbər gəldi, dedi, bibi qorxma cinən, köməyimiz gəlib, munisimiz, Həbibimiz gəlib. Xanım Zeynəb dedi, məndən cəddim Rəsulullahın səhabəsi Həbibə salamdır. Əli Əkbər dedi ki, bibim, əmməm Zeynəb sənə salam deyir. Deyir, o qədər narahat oldu. Dedi, Allah gör, Zeynəbin nə cür çarəsiz qalan bir köməksiz günüdür ki, 75 yaşında bir qocanın gəlişinə özünə kömək bilir, özünə arxa bilir. Çox mərifət sahibidir. Deyir, elə ki, axşam oldu, İmam Hüseyin əleyhissalamın sabahları, belə deyək, o Aşura hadisəsində nə baş verəcəyini bildiyindən, deyir, Həbib gördü ki, bir zəmzəmə səsi gəlir, bir nalə səsi gəlir. Deyir, gəldi İmam Hüseynin xeyməsinə, gördü İmam xeyməsində yoxdur. Bir səda gəldi, bir zümzümə səsi dolandı, gəldi, gördü ki, qaranlıqda bir nəfərdir, əlində qılınc, qılıncla elə qumların üstündə tikanları vurur. Bir səda gəldi, mənəm olma Həbibim nigaran, ənə məzlum Hüseyin, ənə ətşan Hüseyin. Deyir, elə ki, gördü, buyurdu, aya bu qaranlıqda de görüm neynirsən, nədən ötürü bu tikanların şaxələrini vurursan? Dedi ki, Həbibim, bu çadırlar ki görürsən, dedi, sabah bunu yandırarlar. Mənim bu körpə balalarım, bu Rüqəyyəm, Səkinəm, bu körpələr qaçarlar. Deyir, bu tikanlıqda mənim nazlı Rüqəyyəm dolanar. Bu tikan qalsa onun əlini, ayağını parçalar. Mən bunları qırıram ki, sabah bu körpə balalar xeyməyə od vurub qaçanda onların ayaqlarını, əllərini dəlməsin deyə. Habibi yıktılar yere, gitti haraya ya Hüseyin. Gel eyle çaresin yedi bu binevaya ya Hüseyin. Alıp leşker doremi tez gel ya Hüseyin can. Dönüp gönder yasına mektel ya Hüseyin can.
اميري لبد شام Habibün verir can amiri Lebed şam Habibün verir can Yine yetişti ruz matem قرار گیب تمام عالم Güzel adın edibler ezber Hüseyin Hüseyin deyirlər vahem Hüseyin yaralar ve kurban Hüseyin yaralar ve kurban Susuz balalar ve kurban Esir balalar ve kurban Hamı menden diye Hüseyin yara Susuz balalar ve kurban Susuz balalar ve kurban Esir balalar Esir balalar ve kurban Esir balalar Kulak aslan Allah Ekber gemi seni uzattı Esker senin sininde yattı Ekber gemi seni uzattı Esger senin sininde yattı Seni ağa ker bu belada Abbas'ın ölmeyi kocattı Abbas'ın ölmeyi kocattı Hüseyin yaralar var kurban Hüseyin yara Uzadı ellerimi kaldır dinen Hüseyin yaralar ve kurban Sus balalar var Lar ve kurban Esir balalar ve esir bala Hüseyin yaralar ve kurban Hüseyin yaralar ve Susuz balalar ve kurban Ay səsimi çöldə eşidən əzizlərim Hamımız deyək Əsir balalar və qurban Əsir balalar və qurban Sən əsğərin qəmində yandın Qəmində yandın, olovlandın Əsğər boğazdan səndə əmma Peykan ilə qana boyandın Allah lənət eləsin Ərməniyə 3 dənə 3 mərov gətirmişdi Kərbəlaya Onun biri vurdu Ali Yasar'ın gül boğazına Biri vurdu Hüseyin'in yüreğine Birinde vurdu Ebelfazl'ın gözüne Hüseyin yaralar ve Uca Hüseyin yaralar ve Susuz balalar ve kurban Nar ve kurban Susuz balalar ve kurban Ey vətəndən ayrılıb Qurbətdə
şan can veren Kerbela çöl neden var Selam olsun sana Sen qədəm koydun bugünkü Kerbela torpağına Behiştiden səslədi Zəhra Selam olsun sana Bugün geldi Hüseyin Kerbela'ya Hanım Zeynep gördü Hüseyin'in rengi belə saraldı Dedi kardeş Hüseyin niye belə rengin saralıb sana bazın kurban Dedi bazı bu hemen yerdi bu yerden atam Ali Babam peygamber haber verip Dedi Nuh'un gemisi buradan keçəndə təlatümə gelip Dedi amma bazı Nuh ilə məndə fəqət Bu səhrada bazı fərq olacaq O xilas oldu Hüseyin'in gemisi qərq olacaq Səs verin ya Hüseyin Dedi bazı bir ziyaret elə Bir ziyaret eyle bu səhranı Amma bir yere getirdi Dedi buranı xüsusən ziyaret elə Bu nəhri Əlqəmə başdan başa mühər yeridir Şərəfli qardaşımın cəngi tənbətən yeridir Bazı ziyaret elə Əbəl fəzlimin ölən yeridir Her yerde sen uzadın ey ya Hüseyin Gördü ben Yesed kabilesi yakınlaştı Kurbanlar getirdiler Hüseyin'in ayağı aldılar Ama dedi kesmeyin bu kurbanları Ben bu minaya fidyeyi şayan getirmişim Canandan ötürü 72 can getirmişim Kurbanlarımdı Kasım-u Abbas-u Ekberim Çok mahir-u cavanları el-an getirmişim Kurbanın olsa eğer yaşı 6 aydan az 6 ay tamam olup esverimi getirmişim Mazlumiyet ve kurban olum Hüseyin Bir ahu geldi Gördü Hüseyin'i dedi ağa dua elə Mənim balalarıma bu çöldə Rəhmli səyyad yoxdur Mənim balalarıma ox vururlar Mənim balamı gözümün qabağında vururlar Onlar İmam Hüseyin ağa qayıtdı dedi Çətin bu səhrada Rəhmli səyyad olacaq Mənim də quzu qurbanım əllərim üstə oxlanacaq Mənim balalarımı da oxlayanlar bu çöldə Sən hər yerdə sən uzadın ya Hüseyin Şəhidlərimizdən də bir kəlmə Allah şəhid mübariz qardaşımızın ruhunu şad eləsin Burada şəhid ataları var, bayırda şəhid anaları var, analarımız, bacılarımız
Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Bir şəhid anası var idi, dedi, o yad eləyək də bir ad çəkmək düz gəlməz, elə hamısın ümumiyyətlə. O bir şəhid var idi, onun anası dedi ki, mənim xəbər verdilər ki, övladımız şəhid olub. Bəs Allah hamısına qəriq rəhmət eləsin, ruhlarını şad eləsin, dedi. O yuvat yerində bilmirdilər, tanınmırdı, indi qurban olum hamısına. Deyir, amma mənim bir nişanəsi var, əgər o nişanəsini tapsız bilin ki, o mənim balamdır. Dedi, baxın, onun hər zaman sağ cibində bir möhür olar. Bir möhür olardı, bir də o Ağa Əba Əbdillah Hüseyni sinəsinə yazdırardı həmişə. Baxarsınız, onun üstündə möhür olar. O mənim balamdır. Gəldilər, baxdılar, gördülər bir qana bələşən möhürü qalıb, üstündə qalıb. Sinəsinə yazdırıb, salam olsun sənə ya Əba Əbdillah. Salam olsun sənə ya Əba Əbdillah. Bizim şəhidlərimiz Hüseyn deyə şəhid olublar. Onlar o vətənin qeyrətini çəkiblər. Allah Taala hamısının ruhlarını şad eləsin. İnşallah bu əziz hacımdan lütf elədi. İnşallah ki bu şeiri deyim Allah'ın izniyle hamımızın ürəyinin şeiridir. Bizim o balacalığımızın, uşaqlığımızın bir şeiridir. Çox ürəyimi yandırıb. İnşallah ki diqqət eləyərsiniz. Ondan sonra da sina vurarıq Allah qoysa. Anama qurban olum, çün məni nökər becərib. Nökəri barigəhi ali peyyəmbər becərib. Bilməz idim ki Hüseyn kimdir, nədir aşura? Vəli əynimdə həmişə var idi rəxti əza. Amma bir boğça var idi ki anam saxlardı. Allah anası dünyasını dəyişənlərin ruhlarını şad eləsin. Amma bir boğça var idi ki anam saxlardı. Qara köynəkləri orada cəm edib saxlardı. Elə ki dərk eləyərdik yetişib mahi əza. Götürərdi bu həmin boğçanı qəlbində nə var? Mənə söylərdi ki nuri bəsərim gəl qabağa. Gey qara köynəyimi gəldi Hüseyn yazıb bala. Mənə söylərdi ki nuri bəsərim gəl qabağa. Gey qara köynəyimi gəldi Hüseyn yazıb bala. Geydirəndə qara pirəhənimi ağlardı, öz əli ilə başıma baş qaramı bağlardı. Atam ilə gedər idim gecə bəzmi yasa, saxlayım mən də Rüqeyyə kimi yaz Abbasa. Səy edərdim ki gəlib bəzmidə şirkət eləyəm, çıxarım qədri Hüseynilərə xidmət eləyəm. Bala bir zərfidə aşiqlərə qənd paylardım. Ağlayanlar gözünə mən də baxıb ağlardım. Qoşar idim özümü sinə vuran dəstələrə. Qoşar idim özümü aşiqi var əstələrə. Dərdimiz var idi məddah deyəndə mən də eşq ilə əbəlfət çağırardım möhkəm. Mən də eşq ilə əbəlfət çağırardım möhkəm. Hüseyn yaralar və qurban. Hüseyn yaralar və qurban. Susuz balalar və qurban. Əyləş, əyləş. Susuz balalar və qurban. Hə, yaxşı. Hüseyn yaralar və qurban. Hüseyn yaralar və qurban. Susuz qurban. Heyyətə icazə verək. Balalar və qurban. Ya
Allah Hüseyin Hüseyin yaralar ve kurban susuz balalar ve susuz balalar ve kurban Hüseyin yaralar ve kurban zikreler susuz balalar ve kurban susuz balalar kurban Hüseyin geldi Kerbela'ya konak gözlerinden Irak ya Resulallah Hüseyin geldi Kerbela'ya konak gözlerinden Irak ya Resulallah ölüp etşan Fatıma balası düştü elden uzak ya Resulallah Hüseyin geldi Kerbela'ya konak gözlerinden Irak ya Resulallah bir de Hüseyin geldi Kerbela'ya heyesine düzelt ya Resulallah Fatıma balası düştü elden uzak ya Resulallah Muharrem'de kan geler coşa düşer yada kabri şeş kuşa Muharrem'de kan geler coşa düşer yada kabri şeş kuşa Resulallah ya Resulallah Resulallah ya Resulallah Resulallah hamı bir vursun sinəni inşallah bu ayırdakılar da içərdəkilər də ya Resulallah Resulallah ya Resulallah Resulallah ya Resulallah Hüseyin'in kurban olup adına bizlere bu adı Bader öğretti Veladette Cebrail Emin Gâh-ı varesini geldi terf etti Veli bilmem Kerbela'da niye Sinesin boğazın şimre gösterdi Maazallah Allah'ın kanını tökdü ehl-i Irak ya Resulallah Hüseyin geldi Kerbela'ya konak gözlerinden Irak ya Resulallah Hüseyin geldi Kerbela'ya konak gözlerinden Irak ya Resulallah ölüm etşan Fatıma balası düştü elden uzak ya Resulallah Resulallah ya Resulallah Resulallah ya Resulallah Selam olsun kanlı leblere ki isteden kurudu su kenarından Deyirler su mehri Fatime'di kaldı ecnebiler ihtiyarında Hüseyin'in bir süd emer balası teşne okladılar kan diyarında Yaralı kuş tek belek de bana saldı
oldu hey ələyaq ya Rasulallah. Məhərrəmdə qara pərçəm əsər, sinədə qızışar şiələr qanı. Dolan gözlər Kərbəlaya baxar, qətrə qətrə axar hey ciyər qanı. Həmin ayda qara yelə silib, göylərə səfirib südə mərqanı. Hüseyin ağlırdı o hala vəli, güldü dilsiz uşaq ya Rasulallah. Hüseyin gəldi ya Rasulallah. Hüseyin gəldi Kərbəlaya qonaq, gözlərindən ya Rasulallah. Ölüb Şam Fatimə balası, düşdü eldən uzaq ya Rasulallah. Ölüb Şam Fatimə balası, düşdü eldən uzaq ya Rasulallah. Məhərrəmdə sinələr açılar, qəbli sinə zənan, dil kəbab ağlar. Sipehri eşkin sitarəsinə, ay qara giyər afitab ağlar. O gündən 1400 ildi keçib, indi də belə billəm rübab ağlar. Deyərdi oğlum gedəndə suya, tərpənibdi dudaq ya Rasulallah. Hüseyin gəldi düşdü eldən uzaq ay mah-ı Muharremdir, hər yerdə olmuş süfrəyi ehsan. Mah-ı Muharremdir, hər yerdə olmuş süfrəyi ehsan. Bilməm nə qovğadır, göydə mələklər eyləyib əfqan. Qara geyib Nuh asiman, başlandı göylərdə fəqan. Vaveylan, əhli əza sinə zənan, qərqinə vanavə qanan. Vaveylan, məzlum Hüseyin, ədşar Hüseyin, aləm sənə qurban Hüseyin. Vaveylan, Hüseyin ədşan Hüseyin, aləm sənə Vaveyla. Eydir qələm şəhri, eydir qələm şəhri, mah-ı Muharremdir, hər yerdə olmuş süfrəyi ehsan. Bilməm nə qovğadır, göydə mələklər eyləyib əfqan. Qara geyib Nuh asiman, başlandı göylərdə fəqan. Vaveyla, əhli əzab sinə zəman, qərqinə vanalən qonan. Vaveyla, məzlum Hüseyin, eşqinə məzlum Hüseyin, məzlum Hüseyin, ədşan Hüseyin, aləm sənə Vaveyla. Üstür qələm yazsın Mevla Hüseyin suzuqda zindən, o qanlı məqtəndə
söhbət açaqan dəstəmazindən İstir qələm yazsın Mevla Hüseyin Suzi Güdazindən O qanlı məktəldə söhbət açaqan dəstəmazindən Heyran qalıb aləm O sərvərin axır namazindən Məcruhi dil xəstə Əl çəkməyib razu niyazindən Axır namaz eylir Hüseyin Sabır cəhanə şurişin vaveyla Yalqızdı şah-ı aləmin Eylir dua çox dinlişin vaveyla Məzlum Hüseyin Şah Hüseyin Ey qurban olun Vaveyla Məzlum Hüseyin Harada səsimi eşidən əzizlərim Hamımız uca deyək Məzlum Hüseyin Şah Hüseyin Məzlum Hüseyin Şah Hüseyin Aləm sənə İstir qələm yazsın Mevla Hüseyin Suzi Güdazindən O qanlı məktəndə söhbət açaqan dəstəmazindən Gözdir ulam olsun söhbət açaqan dəstəmazindən Heyran qalıb aləm O sərvərin axər namazindən Məcruhi dil xəstə Əl çəkməyib razu niyazindən Ərz ehtiyarəm şahid ol Kesdim başımdan canıdan Çox şadəm Kurtardım həm o qəmmidən Qeyri cəhan-ı fanidən Azadəm Məzlum Hüseyin Aləm sənə qurban Məzlum Hüseyin Şah Hüseyin Aləm sənə qurban Bir də uca Məzlum Hüseyin Şah Hüseyin Aləm sənə qurban Məzlum Hüseyin Şah Hüseyin Aləm sənə qurban Qərb qəmdir iki aləm Qara geyib mah-ı Muharrəm Hüseyin Qərb qəmdir iki aləm Qara geyib mah-ı Muharrəm Qərb qəmdir iki aləm Qara geyib mah-ı Muharrəm Biqərarəm and ola qanə Batan məktələ 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ 11 aydır Gözləmişəm mah-ı Muharrəm gələ Sənin qəmində ağlayıb Anam veribdi süd mənə Ay az ölən rüqəyyəsi Ölüncə ağlaram sənə Ölüncə ağlaram sənə De Sinə vurma, əllərimi qaldır de Ölüncə ağlaram sənə Ölüncə ağlaram sənə Ölüncə ağlaram Bundan da uca Ölüncə ağlaram sənə Bağlaram şal-ı əzami Ölüncə soymaram qərari Bağlaram şal-ı əzami Hüseyin ölüncə soymaram qərari Qara
pərçəm, bir də əsir qəm yayılır aləmə. Qara pərçəm, bir də əsir qəm yayılır aləmə. Eylərəm mən canımı qurban bu əziz matəmə. Eylərəm mən canımı qurban bu əziz matəmə. Hüseyin, Hüseyin, Hüseyin can. Hüseyin, Hüseyin, Hüseyin can. Aşıkınam vefalıyım. Aşıkınam vefalıyım. Hüseyin'ciyim, ezalıyım. Ne içimiyim, ne malıyım. Ne içimiyim, ne malıyım. Soruşsalar halalıyım. Ben hele Kerbelalıyım. Derde gelirdi sineler. Qara geyirdi şiyeler. Hüseyin, Hüseyin, Hüseyin var. Hamı deyən ölüncə ağlaram sənə, ölüncə ağlaram. Əllərimi qaldırdı, ölüncə ağlaram sənə, ölüncə ağlaram sənə. Bir də uçaq. Ölüncə əllərimi apar sinəmə, ölüncə ağlaram sənə, bağlaram şalı əzanı, ölüncə soymaram qəranı. Bağlaram şalı əzanı, ölüncə soymaram qəranı. Qara pərçəm, bir də əsir qəm yayılır aləmə. Qara pərçəm, bir də əsir qəm yayılır aləmə. Eylərəm mən canımı qurban bu əziz matəmə. Eylərəm mən canımı qurban bu əziz matəmə. Qarəmi bağlaram Hüseyin, yasını saxlaram Hüseyin. Sən də mənim yasıma gəl, gəlməsən ağlaram Hüseyin. Gəlməsən ağlaram Hüseyin, gəlməsən ağlaram Hüseyin. Bunu məndən mahəm dinən, gəlməsən ağlaram Hüseyin. Uca Gəlməsən ağlaram Hüseyin, gəlməsən ağlaram Hüseyin. Mən Hüseyinçiyəm, vətənim Kərbəla. Mən Hüseyinçiyəm, gəlsə də bir bəla. Mən Hüseyinçiyəm, mən Hüseynləyəm hər an. Mən Hüseyinçiyəm, mən Hüseyinçiyəm, vətənim Kərbəla. Mən Hüseyinçiyəm, gəlsə də bir bəla. Mən Hüseyinçiyəm, mən Hüseynləyəm hər an. Ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn yəbnə Zəhra. Ana min Hüseyn, ya Hüseyn yəbnə Zəhra. Fəqət bunu de, ya Hüseyn yəbnə Zəhra. Sinə vurdu, ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn yəbnə Zəhra, ya Hüseyn. Qollar vaz, mən Hüseynçiyəm, vətənim Kərbəla. Mən Hüseynçiyəm, gəlsə də bir
Hüseynçiyəm Mən Hüseynləyəm hər an vardı səfa Həm də şəfa Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda Şah o gəda Kərbəla Sənə fəda Şah o gəda Kərbəla, Kərbəla, Kərbəla Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Bundan da uca Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Mən Hüseynçiyəm Vətənim Kərbəla Mən Hüseynçiyəm Gəlsə də bir bəla Mən Hüseynçiyəm Mən Hüseynləyəm hər an Mən Hüseynçiyəm Mən Hüseynləyəm hər an Vardı səfa Həm də şəfa Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda Var və var Kərbəla, Kərbəla, Kərbəla Sənə fəda Şah o gəda Kərbəla, Kərbəla, Kərbəla Ya Hüseyn yəbnə Zəhra Ay maşallah Yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Ya Hüseyn yəbnə Zəhra Eşqinə Yəbnə Zəhra Sizə edirəm bir vəsiyyət Kəfənə bunu gəri bükəndə Elə ki məzarə qoydular Bədənimə torpaq tükəndə Bədənimə torpaq tükəndə De görüm sizə edirəm bir vəsiyyət Kəfənə bunu gəri Elə ki məzarə qoydular Bədənimə Qudrəndə Əvvəl oxuyun Susuz ağamın rozəsini Eşidib Hüseyin vay səsini Eşidib Hüseyin vay səsini Bir az kəfənə Qoyun ağamın türbətini Yadınıza salın qürbətini Yadınıza salın qürbətini Hüseyin Vay Hüseyin Vay Uzaq Başıma qara şal bağlayım Kəfənə baxıb dil dağlayım Kəfəni olan köhnəsi Yaralı Hüseynə ağlayım Yaralı Hüseyn ağlayın Ərbab o gecə mənə ola mehman gələcək Yanıma da bədşan gələcək Yanıma da bədşan gələcək Tək qoymayacaq
Bilirim o gün nökerini, başıma çeker ellerini, başıma çeker ellerini. Hüseyin uca, Hüseyin vay. Bir de bundan da uca Hüseyin. O ya Hüseyin sesin her yana yayılsın. Adıma kurban ya Ebu Abdullah. Hüseyin. Elleri vaparsın ya. Ay başa çatıb ömrüm əzaya, gəlib ürəyin heynəvaya. Başa çatıb ömrüm əzaya, gəlib ürəyin heynəvaya. Kəfinim içində döndərür mənim üzümü, mənim üzümü Kərbəlaya. Qəbrim daşına yazıma Hüseyin ağlayalı, ağamın ürəyi dağlayalı, ağamın ürəyi dağlayalı. Qəbrimdə dəmə qərib ağama ağlayalı, ağama əsas saxlayaram, ağama əsas saxlayaram. Hüseyin, ay səsuna qurban olur. Hüseyin, ay bir də Hüseyin. Heyət mənə bax. Hüseyin, can deyir Ləbbeyk Hüseyin, canan deyir. Sen can deyir Ləbbeyk Hüseyin, canan deyir. Sen hər deyəndə qəmçilə Zeynəb deyir. Kərbəlada qan dolu meydan deyir. Hüseyin ya Əbu Abdillah, ya Hüseyin Savrəllah, ya Əbu ya Hüseyin Savrəllah. Can deyir Ləbbeyk Hüseyin, canan deyir. Kərbəlada qan dolu meydan deyir. Qan deyir Ləbbeyk Hüseyin, peykan deyir. 6 aylıq teşnələr qurban deyir. Ləbbeyk Hüseyin ya Əbu Abdillah, ya Hüseyin Savrəllah, ya Əbu ya Hüseyin Savrəllah, ya Əbu Abdillah. Yorulma! Ya Hüseyin Savrəllah, ya Əbu Abdillah. Yar deyir Ləbbeyk Hüseyin, dillar deyir. Sen göz veren, qollar veren sərdar deyir. Mövla fəqət Hüseyindir. Mövla fəqət Hüseyindir. Səslər bütün el aləm. Mövla fəqət Hüseyindir. Əbbası üçün əmdəm. Mövla fəqət Hüseyindir. Şiət yardamada. Mövla fəqət Hüseyindir. Səslərlər məhərrəm. Mövla fəqət Hüseyindir. Şümrosu yolunu kəsdi. Mövla fəqət Hüseyindir. Səsləndi oldu əməlqəm. Nizədə canlı Qur'an. İslamə Şah-ı Sultan. Əsxərni etdi qurban. Əkbərni etdi Qur'an. Mövla fəqət Hüseyindir. Mövla fəqət Hüseyindir. Mövla fəqət Hüseyindir. Ya Əbu Abdillah, ya Hüseyin Savrəllah, ya Əbu yorulma. Savrəllah, ya Əbu Abdillah. Savrəllah, qan deyir Ləbbeyk
Hüseyin peykam değil. 6 aylık teşneler kurban değil. Hüseyin şəb deyir Ləbbeyk Hüseyin kavkəb deyir. Hər dəyəndə qəmçilər Zeynəb deyir. Qəm deyir Ləbbeyk Hüseyin matəm deyir. Qəm deyir Ləbbeyk Hüseyin matəm deyir. Hər dəyəndə qəmçilər Zeynəb deyir. Hər dəyəndə qəmçilər Zeynəb deyir. Hər dəyəndə qəmçilər Zeynəb deyir. Ya Əbu Əbdillah, ya Hüseyin Savrəllah. Ya axırıncı nohəmizdir inşallah. Ya Əbu Əbdillah. Qoşuya keçək. Ya Əbu Əbdillah, ya Hüseyin Savrəllah. Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin. De görün. Mevlana ya Hüseyin, adın dərdə dəva, ismin qəlbə şifa. Sən təkcə ağa, canlar sənə fəda. Adın dərdə dəva, ismin qəlbə şəfa. Sən təkcə ağa, canlar sənə fəda. De görüm Mevlana ya Hüseyin. Bir de Mevlana ya Mevla Hüseyin, sənə üz tutmuşam yenə. Şəfaət eyləsən mənə. Sənə üz tutmuşam yenə. Şəfaət eyləsən mənə. And olsun Zəhraya, ölüncə aşiqəm sənə. Mevlana ya Hüseyin, Mevlana ya Hüseyin. Axır bəndimizi inşallah şövq ilə, ürəklə deyək. Hər gün bir aşura, hər bir gün aşura, hər bir yer Kərbəla. Sən təkcə ağa, canlar sənə fəda. Hər bir gün aşura, hər bir yer Kərbəla. Sən təkcə ağa, canlar sənə fəda. Vay vay Hüseyin vay vay vay. Vay vay. Vay vay Hüseyin. Vay vay. Vay vay. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke ya Eba Abdillahil Hüseyin. Ya ibn Resulillah, ya Hüccetallahi ala halqih, ya Seyyidena ve Mevlana. İnna teveccehna ve isteşfa'na
وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشكلا يا وجيها عند الله يا رحمن يا رحيم يا الله 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 İlahi Perverdigara dergahı açılan ellerimizi naümid sinemize qaytarma. İlahi kalbimizde olan hacet ve metleplerimizi reva eyle. İlahi iltiması dua eden müşkülleri, hacetleri olanların, müşküllerin, hacetlerini halleyle. İlahi merizu merizelerimize acil şifa inayet ile. İlahi derdi bilinen bilinmeyen hastalarımıza, evlerde, hastahanalarda olanlara acil şifa merhamet ile. İlahi cümle şehitlerimize rahmet ile. Atalarına, analarına sabr-ı eyyubi keramet ile. İlahi gazilerimize acil şifa verdiler. İlahi cavan kardeşlerimizi, balalarımızı, əskerlerimizi ağla gelir gelmez hata belalardan aman da sakla. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi bizleri dost düşman cemiyet yanında xəcaletli eleme. İlahi günahlarımızı bağışlamamış dünyadan aparma. İlahi bu Muharremi ömrümüzün ahırıncı Muharremi karar verme. İlahi cümlemize helal minnetsiz ruziler nasip eyle. İlahi kalbimizde olan hacet ve metlebler sana agah, söylemeye ne hacet onları reva eyle. İlahi ağamız İmam-ı Zamanın zuhurunda tacil ile. Bizler o Hazretin dostlarından ve sirdaşlarından karar ver. Bismillahirrahmanirrahim. Allahümme veliyike Hacet ibn Hasan salavatüke aleyhi ve ala في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توعا وتمتعه فيها تبينا برحمتك يا أرحم الراحمين. İnşallah cümle şehitlerimizin ruhu şad, ata-analarımızın dünyasını değişen hakkı boynumuzda olanların ruhu şad, bu savab meclisten onlara da pay olsun diye ruhlarına El-Fatiha ma'as-salam.
Bismillahirrahmanirrahim. Yad edəyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İltiması dua edənlərimiz, xəstəsi olan, müşkili olan cümləsinin həllə rəva olmasına salavat zikr edəyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir anamız xahiş edər ki, orada mənim balam üçün dua edin. Xəstədir, sıxıntısı var. Xüsusən o qardaşımızın sıxıntısının aradan gedib, sağalmasından ötəri salavat zikr edəyək. Allah. Sükanın arxasında əyləşən cümlə sürücülərimizin salamatçılığına salavat zikr edəyək. Əsgərlərimizin salamatçılığına salavat zikr edəyək. Zindanlarda olan məhbusların müşkillərinin həll olub, tezliklə azadlığa qovuşmalarına salavat zikr edəyək. Acı Eldəyək qardaşımız başda olmaqla, məclisimizdə zəhmət çəkən, xidmət göstərən nə qədər insanlar var. Özlərinin, ailələrinin salamatçılığı və dünyasını dəyişən anvatlarına salavat zikr edəyək. Allah.